Günəbaxan tumunun sağlamlığa faydaları. Günəbaxan tumları vitamin və minerallarla zəngin olan çox dəyərli qidalardandır və bir çox insan tərəfindən sağlamlığı gücləndirmək üçün istifadə olunur. Onların tərkibində yüksək miqdarda E vitamini mövcuddur. Bu güclü antioksidant bədəndəki sərbəst radikalları məhv edərək hüceyrələri qoruyur. E vitamini sayəsində Alzheimer, Parkinson xəstəliyi və yoğun bağırsaq xərçəngi riskinin azalmasına kömək edə bilər. Günəbaxan tumlarından günəbaxan südü də hazırlamaq mümkündür. Bu süd, xüsusilə veganlar və laktoza dözümsüzlüyü olan süd məhsulları içə bilməyən insanlar üçün əla alternativdir. Tərkibindəki E vitamini həmçinin astmanın təsirlərini azaldır və menopoza dövründə isti basmaların qarşısını almağa kömək edir. Günəbaxan tumları eyni zamanda fitosterollar ehtiva edir. Bu maddələr qanda xolesterin səviyyəsini aşağı salır və immun sisteminin fəaliyyətini gücləndirir. Əgər çəki verməyə çalışırsınızsa, bir ovuc günəbaxan tumu yemək uzun müddət toxluq hissi yaradır və təhriz zamanı yaranan yemək istəklərinin qarşısını alır. Onları mütəmadi şəkildə yemək aterosklerozun, damarların xolesterin yığıntıları səbəbilə səhləşməsi qarşısını ala bilər. Bu tumların tərkibində olan maqnezium sinir sistemini sakitləşdirir, sümüklərin sağlam qalmasına kömək edir. Eyni zamanda enerji səviyyəsini artırır, yüksək təzyiqin, əzələ spazmlarının, miqrenin və yorğunluğun qarşısını almağa yardımcı olur. Günəbaxan tumlarında olan selen adlı mikroelement DNT-nin özünü bərpa etməsinə kömək edir və potensial olaraq xərçəng hüceyrələrinin yaranmasının qarşısını ala bilər. Bu tumları çiğ halda yemək mümkündür. Onlar yüngül qoz dadına və sərt teksturaya malikdir. Gündəlik salatların üzərinə sətmək tövsiyə olunur. Bundan əlavə, günəbaxan tumları mis, B1, B3, B6 vitaminləri, manqan, fosfor, kalium, dəmir və fol turşusu ilə də zəngindir. Onları tez-tez yemək dərinin təbii parlaqlıq qazanmasına səbəb ola bilər və müəyyən qədər UV şüalarının zərərindən qoruyur. Əgər sızanaq və ya digər dəri problemlərindən əziyyət çəkirsinizsə, sağlam toxumlar və qoz fındıqlarla zəngin balanslı qidalanma bu problemlərin sağalmasına kömək edə bilər. Günəbaxan tumlarından soyuq sıxım üsulu ilə günəbaxan yağı da hazırlanır. Bu yağı yemək bişirərkən istifadə edərək oxşar sağlamlıq faydaları əldə etmək mümkündür. Günəbaxan tumları dünyada ən çox istifadə olunan toxumlardan biridir və demək olar ki, hər yerdə tapmaq mümkündür. Onların xarab olmaması və qida dəyərini itirməməsi üçün hava keçirməyən qabda, soyuducuda saxlanması tövsiyə olunur. Dinlədiyiniz üçün çox təşəkkür edirik. Bəyənməyiniz bizi sevindirər və daha çox sağlamlıq mövzulu videolar üçün abunə olmağı unutmayın. Sizə möhkəm sağlamlıq, bolluq və xoşbəxtlik arzulayırıq.